Dostlar, hər vaxtınız xeyir olsun və deyirlər ki, Azərbaycanda pensiya yaşının 60-a endirilməsi nə dərəcədə realdır? Bax, bu suala cavab tapmaq üçün studiyamızda professor Zahid Məmmədov var. Uzun müddətdir insanlarımız gözləyir ki, pensiya yaşı azalsın. Bütün dünyada insanların ən əsas məqsədi gənc yaşlarında işləyərək qazandıkları vəsaitlə qocaldıqca özlərinin istirahətinə yönəltməkdir. Amma insan 65-dən sonra xəstəliklə mi, yoxsa gəzməyə mi vaxt ayırsın? Və nə dərəcədə real ola bilər? Rəqəmlərə baxsaq, təcrübəyə baxsaq, təcrübələrə baxdıqda 65 yaşındakı uzun müddət işləyən insanların gəlib o imkana sahib olmaması görülməkdə lazım. Hətta onların insan uzun müddət çalışdığının mükafatını alır və Azərbaycan insanı rifah səviyyəsində yaşama haqqı var. Bunu da inanıram ki, etməyə imkanımız da var, maliyyə rüsumlarımız da var, imkanlar da genişdir. Yəni bütün imkanlar var, edə bilərik.